Dilimizdə həm bədii təsvir vasitəsi anlayışı var, həm də dilimizdə bədii ifadə vasitəsi anlayışı var. Bunların haqqında danışanda ötən dəfə qeyd etmişdik ki, bədii təsvir vasitələrinin keçidi. Demişdik ki, birində mütləqdir ki, məcazilik olmalıdır. Olmamaq kimi bir şərt yoxdur. Mütləq olmalıdır. Mütləqlik anlayışı var. Məhz həmin xüsusiyyətinə görə bədii təsvir vasitələrinə məcazlar sistemi də deyilir. Yəni, onlarda mütləq məcazilik işləndiyi üçün məcazlar sistemi adlanır. Bəzən test vəsaitlərində bədii ifadə vasitələri və bədii təsvir vasitələrinin hər ikisini dilimizin məcazlar sistemini təşkil edən ifadələr kimi götürürlər. Amma bu fikir yanlışdır. Çünki məcazlar sistemi dedikdə orada mütləq məcaziliyin olmağı anlayışı var. Yəni, bu bədii təsvir vasitələrinin daha çox yaxındır. Bədii ifadə vasitələrində bəs müəllim, məcazilik olmurmu? 50-50-yədir. Bədii ifadə vasitələrində məcazilik ola da bilər, məcazilik olmaya da bilər. Yəni, öz kefindən asılıdır. Məhz bu xüsusiyyətinə görə də bunun da 2 dənə adı var. Yəni, bədii təsvir vasitələri də 2 adlı element kimi yadda qalır. Bu da 2 adlı element kimi yadda qalır. O, bədii təsvir vasitələri və yaxud da dilimizin məcazlar sistemi, bu isə bədii ifadə vasitələri və yaxud da dilimizin sintaktik fiqurlarıdır. Bədii ifadə vasitələri hansılardır? Gəlin onlara nəzər salaq. Aha. Var bədii sual. Gəlin hər birini yazaq. Bədii sual. Bədii təzad. Bədii sual. Bədii təzad. Təkrir. Kinayə. Daha sonra mübaliğə. İnversiya. İnversiya və litota. Bunlar dilimizdə olan bədii ifadə vasitələri və yaxud da sintaktik fiqurlardır. Gəlin indi hər biri haqqında ayrıca danışaq. Bədii sual. Yoldaşlar, var dilimiz, baxın, kitabımızda bunun qaydası verilib, amma gəlin biz qaydadan kənar rahat tapma yöntəmləri ilə bu mövzunu keçək. Bədii sual nədir? Bir var normal suallar, yazıram bura. Bir var normal sual cümlələri. Normal sual cümlələri. Bir var normal sual cümlələri, bir də var ki, ona qeyd edirik anormal sual cümlələri. Belə yadda saxlayın. Normal sual cümlələrində müəllim siz verilən sualı rahatlıqla başa düşüb, ona rahatlıqla cavab verə bilərsiniz. Məsələn, gündəlik həyatımızda ən çox işlətdiyimiz salam, hara gedirsən? Deyirsən ki, evə gedirəm. Və yaxud da bugün bizə nə vaxt gələcəksən? Baxın, bu sualı verirəm. Sən artıq bu sualı başa düşdüyü üçün deyirsən ki, saat 3-də gələcəm, 5-də gələcəm, yaxud da işin bitəndən sonra gələcəm. Rahatlıqla cavab verə bilirsiniz. Deməli, bu və bu tipdə olan cümlələr dilimizdə normal sual cümlələri sayılır. Bədii suallar sayılmır. Bəs müəllim, bədii sual cümlələri necə olur? Bədii sual cümlələri, yoldaşlar, sual olur, yazıram bura. Sual plus, yəni sual anlayışı var, amma bədii suallarda cavab anlayışı minus və x. Sual anlayışı olur. Yəni, suallıq məzmunu var cümlədə. Amma ona cavab vermək qeyri-mümkündür. Yenə, ümumi bir qayda formalaşdıraq. Cavab verə bilmədiyimiz sual cümlələri adlanır bədii suallar. Bunlara ritorik suallar da deyilir. Necə suallar? Ritorik suallar. Biz bunu yadınızdadırsa əgər, deməli, ritorik sual anlayışını Azərbaycan dilində cümlənin məqsəd və intonasiyasına görə növlərini keçəndə sual cümlələrində danışmışdıq bunun haqqında. Demişdik ki, bəzi sual cümlələrinə
cavab vermək mümkün deyil. Onlar adlanır ritorik suallar. Bu ifadə Azərbaycan dili terminidir. Həmin ifadənin ədəbiyyat termini bədii sual adlanır. Aydın olduğu sual var, amma ona cavab vermək mümkün deyil. Və yaxud məsələn belə bir cümlə deyirəm. Deyirəm ki, ayrılarmı könül candan Azərbaycan Azərbaycan? Mən burada sual verdim. Deyirəm ki, ayrılarmı könül candan? Yox. Cavab verə bilirəmmi? Xeyr, cavab verə bilmirəm. Mən nə bilim könül candan ayrılır ya yox. Yəni deyə bilərsiniz ki, müəllim, hə mən cavab verirəm də buna. Hə ayrıla bilər, hə yox ayrıla bilməz. O sizin versiya kimi qeyd etdiyiniz cavablar o demək deyil ki, doğru cavablardır. Siz həqiqətən də faktlarla könülün candan ayrılmadığını qeyd edə bilərsiniz? Xeyr, qeyd edə bilməzsiniz. Deməli, bu artıq bədii sualdır. Cavab verə bilmərik. Və yaxud da məni candan usandırdı, cəfadan yar usanmazmı? Sualdır. Mən bilmirəm cəfadan yar usanar yoxsa usanmaz. Fakt kimi gətirib qoya bilmərəm qarşıma ki, bu xüsusiyyətləri nəzərə alsaq usanar, bu xüsusiyyətləri nəzərə alsaq usanmaz. Aydın oldu? Deməli, nə oldu? Cavabı olmayan, cavab verə bilmədiyimiz sual cümlələri adlanır bədii suallar. Və yaxud da deyirəm ki, dünyada dərd varmı mənim dərdim tək? Bu bir bədii sualdır. Hardan bildin bədii sualdır? Çünki cavabı yoxdur. Deyə bilərsən ki, müəllim, var da, hə, yox. Var, hə, və yaxud da yoxdur. Var deyə bilərsən, yoxdur deyə bilərsən, amma sən fakt ortaya qoya bilməzsən ki, mənim dərdimdən böyük dərd vardı, yoxsa yoxdur. Ona görə deyəcəyik ki, bu sual cümləsi hesab olunur və cavab tələb etməyən sual cümlələrdə, daha doğrusu sual cümlələrdə cavab tələb eləmir. Ritorik suallarda ədəbiyyatda da adlanır bədii sual. Aydın oldu? Aydın mən. Aha. Bu oldu sizin bədii sual anlayışınız. Gəlin digər nümunə olan. Burada bir probleminiz yoxdur ki, qalmadı ki, müəllim. Başa düşdünüzmü? Bəli. Əla. Gəldi ikinci hissə olan bədii təzad anlayışı. Bədii təzad anlayışı. Yoldaşlar, bir var dilimizdə antonim sözlər, bir də var ki, antonim deyirlər, amma məzmunca əksi anlayışını bildirirlər. Bədii təzadlar bir cümlə daxilində və yaxud da bir şeirin müxtəlif misralarında bir-biri ilə zidd olan fikirlərin qeyd olunmağıdır. Aydın oldu. Deyirəm ki, saçlarım hələ qapqaradır, gür yaşını yaşayır. Mən talehimin, nə bilim, qara vaxtındayam. Əslində baxanda müəllim, məsələn, bu cümləni qoy yazım. Deyirəm ki, saçlarım qapqaradır. Ömrümün gür vaxtını yaşayıram. Gür vaxtını yaşayıram. Ancaq talih hər günümü qara edir. Baxın müəllimlər, bu nümunəyə baxanda birdən ağlıma gələn bir nümunədir. Bu nümunədə baxın, əgər mən burada siz bədii təzad anlayışına bəzi müdavimlər necə yanaşırsınız? Deyir ki, müəllim, variantda nə var tapmağa bədii təzadı? Antonim sözləri görən kimi bil ki, orada bədii təzad var da. Bu fikir, bu yanaşma müəllim testlərdə %3%, 4% özünü göstərə bilər. Yəni çox sayılı testlərdə sizin qarşınıza antonim ifadələr qoya bilərlər. Hə, orada bədii təzadı tapmaq rahatdır. Amma bədii təzadı isə məntiqlə tutmaq lazımdır. Necə məntiqlə tutmaq lazımdır? Nümunəni oxuyacağıq. Görək bu oxuduğumuz nümunədə bir əkslik anlayışı varmı? Həmin o əkslik anlayışı, ziddiyyət anlayışı qəm-kədər motivində verilibmi? Məsələn, deyirəm ki, saçlarım qapqaradır, ömrümün gür vaxtını yaşayıram.
Bu bir ifadədir də. İkisi də bir poetik ifadədir. Fikri tamamlayan poetik ifadədir. Burada birinci nöqtəyə qədər fikir versəz, deyirəm ki, saçlarım qapqaradır, ömrümün gür vaxtını yaşayıram. Burada plus bir şeylərdən danışır. Yəni müsbət anlayışlardan danışır. Düz deyil, saçlarım qapqaradır, ömrümün yəni yaxşı vaxtını yaşayıram. Amma burada deyir ki, ancaq talih hər günümü qara edir. Kənardan baxanda bu cümlədə antonim sözlər yoxdur. Amma məzmununa baxanda görəcəyik ki, artıq bir tərəfdə nələrin var olduğundan, digər tərəfdə isə nələrin yox olduğundan danışır. Deməli, burada bir ziddiyyət var. Bu cümlədə bir ziddiyyət var. Ziddiyyət varsa, deməli, bədii təzad var. Başa düşdünüz? Bəli, müəllim. Aha. Və yaxud da uzun güncəllənib deyəcəm. Və yaxud da başqa bir nümunə işlədək. Deyirəm ki, xəyal şirin nemətdir bu acı kainatın. Və yaxud da deyirəm ki, xəyal bu acı kainatın şirin nemətidir. Fikir verin müəllimlər. Burada artıq antonimlik özünü göstərə bilər. Məsələn, acı, şirin. Görürsüz antonimdir. Burada artıq 100% belə deyək də antonimlə bağlı fikir doğru çıxacaq. Aydın oldu? Bu digərinə nisbətən daha çox fakta əsaslanan, daha çox dəqiq anlayışı özündə əks etdirən bədii təzad nümunəsidir. Aydın oldu? Çünki burada antonimlik özünü göstərir. Amma digər nümunədə antonimlik özünü göstərməmişdi. Biz məzmuna əsasən orada bədii təzadı müəyyən elədik. Deməli, nə oldu burada? Bədii təzad anlayışı vardır. Başqa bir nümunə işlədək. Deyirəm ki, Söyüddən bu şablon nümunədir. Söyüddən bağ saldım, peyvəst eylədim, almasın, heyvasın, narın görmədim. Baxın, görürsünüz, bu nümunədə, fikir verin, bu nümunədə antonim ifadə yoxdur. Söyüddən bağ saldım, peyvəst eylədim. Bu birinci komponent, yəni birinci nümunə. Söyüddən bağ saldım, peyvəst eylədim. İkinci nümunə. Almasın, heyvasın, narın görmədim. Görürsünüz, birinci komponentdə prosesin icra olunmağı, yəni müsbət anlayışlardan danışır. İkinci nümunədə isə deyir ki, filan anlayışı eləmədim. Deməli, cümlədə əkslik yarandı. Deməli, cümlədə təzad yarandı və bədii təzad mövcuddur burada. Başa düşdünüz? Bəli, müəllim. Bir dənə də nümunə yazaq, bunu yekunlaşdıraq. Vaqifin yaradıcılığından hayf ki, yoxdur qoşması daha çox bədii təzadlarla zəngin olan əsərlərdən biridir. Deyir ki, Sayır deyir ki, Kür qırağında filan şeylər var, amma hayfçı filan şey yoxdur. Deməli, bədii təzad var. Kür qırağında seyrəngahı var, yaşılbaş sonası hayfçı yox. Ay, sağ olun, əla. Kür qırağında deyir ki, Kür qırağının əcəb seyrəngahı var, plus, amma yaşılbaş sonası minus yoxdur. Artıq cümlədə bir təzad yarandı. Deməli, bədii təzaddan istifadə olunur burada. Belə. Bu da belə. Növbəti nümunə. Təkrir. Təkrir. Təkrir nədir bəs? Təkrir adına fikir verin, təkrar. Bu mötərizədə yazıram, təkrar. Yəni, şeir daxilində və yaxud da bir cümlə daxilində eyni bir sözün, diqqətlə qulaq asın, eyni bir sözün təkrar olunması təkrir yaradır cümlədə. Təkrar olması təkrir deyilir. Təkririn iki forması var. Var anafora, var epifora. Bunlar təkririn növləridir. Deyə bilərsiniz ki, müəllim, mən necə fərqləndirim ki, anafora necə olur, epifora necə olur? Diqqətlə qulaq asın. Anafora ana sözü ilə yadda saxlayın. Analar həmişə öndə olmalıdır. Ona görə də anafora
eyni bir sözün ifadənin əvvəlində təkrarlanmasıdır. Yazıram bura. İfadənin əvvəlində bax ox qoydum. Təkrarlanan sözlər və söz birləşmələri adlanır anaforalar. Epiforalar nədir bəs? Anaforanın əksidir. Anafora bir ifadənin, həmin ifadə şeirdə ola bilər, həmin ifadə qəzəldə ola bilər, həmin ifadə hekayə də ola bilər, adi cümlə də ola bilər. Yəni hökmən deyil ki, bu təkrir, hə müəllim, ədəbiyyatda keçirilirsə 100% onda bu şeirdə olur. Xeyr. Adi biz nitqimizdə də gündəlik həyatımızda da təkrirdən istifadə edə bilərik. Yəni hökmən deyil ki, bu ədəbiyyat terminidirsə, mütləq şeirlərdə filan özünü göstərməlidir. Adi cümlədə də, yəni Azərbaycan dili terminində də özünü göstərə bilər anafora. Epifora nədir bəs? İfadənin sonunda. İfadənin sonunda eyni söz təkrarlanır. Bu adlanır epifora. İfadənin əvvəlində eyni söz təkrarlanır. Bu adlanır anafora. Məsələn, deyirəm ki, Azərbaycan, Azərbaycan. Azərbaycan, Azərbaycan. Azərbaycan, Azərbaycan. Sənsən mənim ülviyyətim. Sənsən mənim ülviyyətim. Burada görürsünüz, Azərbaycan, Azərbaycan ifadəsi cümlə daxilində əvvəldə təkrarlandı. Əvvəldə təkrarlanmışsa deməli təkrirdir. Təkririn hansı formasıdır? Anaforadır. Çünki əvvəldə təkrarlanıb. Bəs bu cümləni necə biz epifora formasına gətirə bilərik? Gəlin gətirək. Sənsən mənim ülviyyətim. Sənsən mənim ülviyyətim. Azərbaycan, Azərbaycan. Burada isə gördüyümüz kimi eyni ifadəni, anafora mövqeyində işlənən eyni ifadəni mən sadəcə cümlə daxilindəki mövqeylərini dəyişərək epifora halına gətirdim. Necə elədim? Əvvəldə işlənən Azərbaycan, Azərbaycan sözlərini gətirdim axıra. Deməli, burada nə oldu? Təkrir yarandı. Təkririn hansı forması? Epifora forması. Epifora forması daha doğrusu. Yadınızdan çıxarın. Çünki axırda təkrarlandı eyni ifadələr. Başqa bir nümunə yazaq. Şifahi şəkildə deyəcəm onu. Deyirəm ki, get, vəfasızsan bu dünya kimi. Get, vəfasızsan bu dünya kimi. Cümləmin əvvəlində get ifadələri təkrarlandı. Nədir? Əvvəldə təkrarlandığı üçün hesab olunacaq anafora. Aydın oldu? Və yaxud da deyirəm ki, adam var, mərifətdən yoxdur xəbəri. Baxın, bu birinci misradır. 2 misralıq bir şeir deyəcəm. Adam var, deməli, mərifətdən yoxdur xəbəri. Adam var, sultanı xanı bəyənməz. Sultanı xanı bəyənməz. Baxın, 2 misradan ibarət olan bir şeir şəklidir, şeir ifadəsi. Şeirdən bir parçanı gətirdim, təqdim elədim burada. Burada isə eyni ifadə bir cümlənin əvvəlində, birinci misranın əvvəlindədir, bir də ikinci misranın əvvəlində. Nəticədə yenə də əvvəldədir. Deməli, anaforadan istifadə olunub burada. Epiforaya aid bir nümunədə deyək. Deyirəm ki, qayaları sökün, sement verin, beton tökün. Qayaları sökün. Baxın, qeyrisinə heç ehtiyacımız yoxdur. Gördüyümüz kimi, sökün ifadəsi cümlənin sonunda təkrarlanan ifadədir. Deməli, epiforadan istifadə olunub. Və yaxud da, aləmdə bir qarğaya bir sapan baz, dünyada sərvər gərək. Baxın,
Sərvər gərək ifadəsi ikinci misranın sonunda təkrarlanan ifadədir. Deməli, anaforadan deyil, epiforadan istifadə olunmuşdur bu cümlədə. Bu da belə. Burada bir şey sizin nəzərinizə çatdırım ki, bəzən müdavimlər rədiflə epiforanı qarışdırırlar. Rədifin nə olduğunda gələcəkdəki dərslərimizdə, gələn dərslərimizdə öyrənəcəyik. Gəlin, indi onun haqqında biraz məlumat verim. Bura qədər bir probleminiz, bir sorunuz var. Xeyr müəllim. Deməli, dilimizdə var rədif anlayışı, var epifora anlayışı. Epiforanı bildik. Sonda təkrarlanan bir ifadədir. Rədif nədir bəs? Müəllimlər, yadınızda saxlayın ki, rədifin bir sözdə rədif var deməyimiz üçün rədifdən əvvəl qafiyələnən sözlər olmalıdır. Əgər bir ifadədən əvvəl qafiyələnən sözlər varsa, bilin ki, orada həmin təkrarlanan eyni sözlər rədifdir. Məsələn, belə bir nümunə yazıram. Bir dənə bunu şeritini balacalaşdırım ki, yer olsun. Aha. Deyirəm ki, el bilir ki, sən mənimsən. Baxın, təsəvvür edin ki, qafiyə nədir? Səslənməsinə görə bir-birinə oxşayan sözlərə qafiyə deyilir də. Biz bunu ən azından məlumatımız olmasa belə meyxanalarda filan biz bunu görürük. Deyirəm ki, yuvam, obam, nə bilim, sobam və s. Təsəvvür edin ki, üst misradan ibarət olan şeirdir. Bunlar bizim qafiyələrimizdir. Yuvam, obam, sobam. Bu qafiyədən sonra eyni sözlər təkrarlanırsa, kədər. Bir də var ki, bu yüzdədir, bir də kədər sözünü epifora şəklində yazacağam. Aha. Deməli, baxın, 2 dənə nümunə yazdım. Diqqətlə fikir versəz, biz bunların heç də hər birini, məsələn, deyirəm ki, aşağıdakı nümunələrdə fərqləndirilən sözlər nədir? O saat indi deyəcəyimiz qayda yadımıza düşməlidir. Əgər fərqləndirilən sözlər eyni sözlərdirsə, təkrarlanırsa, 2 versiyanı yaza bilərik. Ya ora rədif yaza bilərik, ya da ora təkrir yaza bilərik. Yəni, əvvəldədirsə anafora, sondadırsa epifora. Sonda gəldiyinə görə mən bura epifora yazdım. Yəni, bura yazım qoy təkrir. Çaşmayasın. Ya rədif verə bilərik, ya da ki, təkrir verə bilərik. Bəs müəllim, mən onun rədif və yaxud da təkrir olduğunu hardan anlayım? Əgər eyni sözlər təkrarlanırsa, onlardan əvvəl, fikir verin, onlardan əvvəl qafiyələnən sözlər varsa, yəni qafiyədən sonra gəlibsə,
Artıq o təkrirdir. Belə bir sxem yazacağıq. Qafiyə plus eyni söz bərabərdir rədif. Qafiyədən sonra eyni sözlər sadalanırsa, qeyd olunursa, o adlanacaq rədif. Aydın oldu? Amma əgər təkrarlanan sözlərdən əvvəl qafiyə yoxdursa, elə birbaşa təkrarlana gedirsə, bilin ki, artıq orada rədif deyil, təkrir olacaq. Bura baxaq indi, ikinci nümunəyə baxaq. Məni nə hala saldın, kədər, kədər, kədər. Baxın, kədər, kədər, kədər sözlərindən əvvəl qafiyə var. Xeyr, qafiyə zad yoxdur burada. Deməli, bunlar artıq hesab olunacaq nə? Təkrir. Bu birinciyə aid sxem olsun, bu da ikinciyə aid sxem. Əgər qafiyə plus eyni söz bərabərdir təkrir. İndi əvvəldə işlənirsə anaforadır, sonda işlənirsə epiforadır. Qafiyənin də üstündən belə xətt çəkirəm. Yəni, bir sözə təkrir deməyimiz üçün ondan əvvəl qafiyə olmamalıdır. Yadınızdan çıxartmayın bunu. Əgər təkrarlanan eyni sözlərin əvvəlində qafiyə varsa, o rədifdir. Təkrarlanan sözlərin əvvəlində qafiyə yoxdursa, o təkrirdir. Başa düşdünüz müəllim? Gəlməliyəm, aydındır, çox sağ olun. Əla. Belə getdi bu. Sonra görək nə var. Bu bizim təkrir və rədifin də fərqli cəhəti, yəni fərqləndirmə üsulları. Sonra gəldik kinayə haqqında gəlin danışaq. Kinayə. Kinayə nədir? Kinayə müəllimlər ərəb sözdür, tənə eləmək, toxunmaq mənasını verir. Tənə eləmək, toxunmaq. Tənə nədir? Lağlağı cəhətdən kiməsə yanaşmaq. Bunu bir cümlə ilə sizin nəzərinizə çatdıracağam. Təsəvvür edin, hər birimizin uşaqlıq həyatında və yaxud da yeniyetməlik həyatımızda, hazırlıq dövrümüzdə, məktəb vaxtımızda bu hadisə ilə, hətta universitet vaxtımızda da ola bilər. Bu hadisə ilə ya bunu kiməsə qarşı eləmişik, ya da kimsə bizə qarşı eləyib bu kinayə ifadəsini. Məsələn, təsəvvür edin ki, hazırlıq vaxtındayıq biz və biz ortabab oxuyuruq. Amma Peyman müəllim Peyman müəllim deməyiz, çünki birazdan argo ifadə işlədəcəyik. Bir dənə hazırlıq otağına bir nəfər gəldi. Müəllim də onu hey tərifləyirdi, deyir ki, o çox yaxşı oxuyur, ay belədir, ay sizə belə eləyər, plan eləyər. Birdən o içəri girir, o içəri girəndə hamı deyir ki, inək gəldi. Hamı deyir ki, inək gəldi. Biz normalda, bizim leksikonumuzda inək ifadəsi çox oxuyan adamlara qarşı işlədilir. Deməli, kinayədən istifadə olunur burada. Kinayə nədir? Kiməsə sətraltı bir məna ilə ona toxunursan. Sətraltı məna ilə toxunursan. Birbaşa toxunmursan. Və yaxud da gücsüz bir dostunuz var, zəif bir dostunuz var. Yəni, fiziki cəhətdən o qədər də güclü biri deyil. O ya sizin yanınıza gələndə digər yoldaşlarınıza deyirsiniz, ay, çəkilin, sən Allah, bu dəqiqə gəldi, vurub yıxacaq buranı. Siz artıq sətraltı məna ilə həmin adama toxunmuş olursunuz. Aydın oldu? Yəni, bir ironiya bildirirsiniz ona. Əslində, o fiziki cəhətdən güclü deyil. Sadəcə siz lağlağı cəhətdən ona yanaşırsınız. Deyirsiniz ki, çəkilin, gəldi, bu dəqiqə vurub dağıdacaq. Aydın oldu? Gəlməliyəm, aydın. Bu sizin oldu kinayəniz. Başqa bir nümunədə işlədik. Kitabdan da belə bir nümunə var. O bizim özümüzün nümunəsi. Gəlin kitaba da baxaq. Deyir ki, nə var? Nə deyirsən vəfalı yarım? Vəfalı yarım. Bu ifadə Səməd Vurğunun Vaqif dramındadır, müəllim. Vaqif dramında böyük ehtimal bu yadınızdadır. Vaqif dramında Vaqifin belə deyək də hücrədə olanda, zindanda olanda Xuramanla rastlaşması epizodunda baş verir. Xuramanı görən Vaqif deyir ki, nə var?
Nə gəlibsən, nə deyirsən, vəfalı yarım. Əslində Xuraman vəfalı deyildi, çünki o vəfasız çıxmışdı, əhdinə xilaf çıxmışdı. Sadəcə burada müəllif, yəni müəllif Vaqifin dilindən bir kinayədən istifadə eləyir ki, vəfasız bir adama vəfalım deyə müraciət eləyir. Deməli, kinayədən istifadə etmişdir. Daha sonra burada nə var dedik, görək. Bu yəqin. Yox, ehtiyac yoxdur. Yəni başa düşdünüz kinayə dedikdə nə nəzərdə tutulur? Bəli müəllim, rahat. Tam şəkildə. Digər bir adı da var bunun, adı ironiyadır. Yəni kinayə, ironiya. Eyni fikirdən istifadə olunur. Fikrin, ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması deməkdir. Yəni kim qarşındakı bir adam, yenə də deyirəm, zəif bir adamdır, onun daxili aləminə qarşı, yəni zəifliyinə qarşı siz əks mövqedən çıxış eləyirsiniz. Güclü gəldi, qaçın. Və yaxud da biri vəfasızdır, vəfalıdım, vəfalım gəldi mənim, qaçın. Aydın oldu? Daha doğrusu kinayə kimi götürəcəksiniz, qaçın yəni. Bu sizin oldu Aydın. kinayə hissəsi daha. Sonra gəldik, danışaq mübaliğə haqqında. Mübaliğə də rahatdır. Mübaliğə. Mübaliğə. Bunun digər bir adı da var. Hiperbola da deyilir buna. Şişirtmək. Bir şeyi həddən artıq şişirdilmiş formada təqdim eləmək, həddən artıq böyüdülmüş formada təqdim eləmək adlanır, belə deyək, mübaliğə. Mübaliğədən daha çox, biz demişdik, bədii ifadə vasitələrinin içərisində məcazilik də ola bilər, amma bu vacibi deyil. Məcaziliyin ən çox olduğu bədii ifadə vasitəsi mübaliğədir. Məsələn, belə bir nümunə deyirəm. Deyirəm ki, şablon nümunədir hətta. Deyirəm ki, Qaraca çoban sapandı ilə bir yerə daş atanda, həmin atdığı daşın düşdüyü yerdən və yaxud da ox atanda, oxun düşdüyü yerdən 7 il ot bitməzmiş, 7 il həmin yerdə quraqlıq olarmış, 7 il həmin yerə su getməzmiş. Baxın, mən burada bir ifadəni həddən artıq şişirdilmiş formada, qabardılmış formada təqdim eləyirəm. Necə yəni biri bir yerə ox atar, o yerdən belə deyək də 7 il ot bitməz, 7 il ora su getməz, 7 il orada quraqlıq olar. Təbii ki, şişirdilmiş formada təqdim olunur. Deməli, mübaliğədir. Və yaxud da deyirəm ki, mənim nə dostum var, nə də həmdəmim, dağlardan ağırdır dünyada qəmim. Bir qəm necə dağlardan ağır ola bilər? Bir şey, bir varlıq, ifadə olunacaq hər hansı bir fikir olduğu vəziyyətdən tamamən zirvəyə qaldırılmış şəkildə, şiddətləndirilmiş şəkildə, böyüdülmüş şəkildə təqdim olunur. Aydın oldu? Bir var cümləni normal şəkildə deyəsən ki, nəsə qəmli biriyəm, bugün qəmli günüm deyir. Xumar Qədimova var, deyir ki, elə bugün ağlamışam. Nə bilim, ağlamışam da, bilmirəm, baxırsınız ona ya yox. Bəli. Hə. O normal, ona biz mübaliğə deyə bilmərik. Amma desən ki, bu gün dağların mənim içimdə olan qəm dağlardan da böyükdür. Mən artıq mübaliğədən istifadə edəcəm. Mən nə bilim, mənim qəmim dağlardır. Bəlkə mənim dostumun, yaxınımın qəmi, kədəri məndən də böyükdür. Sadəcə bir fikri olduğu vəziyyətdən tamamən şiddətləndirilmiş formada təqdim eləyirəm. Və yaxud da deyirəm ki, dəryalar mürəkkəb, meşələr qələm, mollalar yazdıqca dərdim var mənim. Mollalar yazdıqca dərdim var mənim. Yəni deyir ki, mollalar mənim dərdimi deyir ki, mollalar yazıb. Mollalar yazıb deyir ki, nə qədər yazsa mənim dərdim o qədər də çoxalacaq. Yəni yenə də şiddətləndirilmiş formada təqdim olunur fikir. Deməli, mübaliğədə istifadə olunur. Mübaliğə tapmaq çox rahatdır. Ümumiyyətlə, bunları tapmaq rahatdır. Gəldik litota. Litota. Litota bir qeyd olunacaq bir fikrin həddən artıq kiçildilərək ifadə olunmağıdır. Yunan sözüdür, kiçiltmək, bir şeyi əhəmiyyətsizləşdirmək deməkdir. Litota müəllim,
mübaliğənin əksi olan ifadə vasitəsidir. Mübaliğədə bir fikir şiddətli formada, daha sonra yersiz yerə böyüdülmüş formada təqdim olunur. Amma litotada bir ifadə kiçildilmiş formada təqdim olunur. Yəni sizə soruşsa ki, mübaliğənin əksi hansı ifadə vasitəsidir, deyəcəksiniz ki, litotadır. Məsələn, bədii ədəbiyyatda işlənən deyirəm ki, daha çox ifadələr, bədii ədəbiyyatda işlənən ifadələrdən, klassik ədəbiyyatda daha doğrusu işlənən ifadələrdən biri də budur ki, qeyd edirəm. Deyirəm ki, ağzın kiçik bir püstədir. Püstə görübsünüz də yəqin ki, çərəz növüdür və xırda bir çərəz növüdür. Burada bir kəsin ağzını püstəyə bənzədir. Yəni demək istəyir ki, bir var normal vəziyyətdə bu ağız, bir də var ki, onu kiçildilmiş formada təqdim eləyir. Aydın oldu? Deməli litotadan istifadə eləyir. Və yaxud da deyirəm ki, daha çox Dədə Qorqudda Yalçın Rızazadənin o incə dolunun mahnısı var, oxuduğu mahnısı. Orada işlədir. Deyir ki, qoşa badam sığmayan dar ağızlım. Orada məsələn necə badamı siz görübsünüz də yəqin ki, badam xırda bir çərəzdir. Qoşa badam, yəni iki dənə badam adamı həqiqətən də istənilən adamın ağzına sığa bilər. Amma burada deyir ki, qoşa badam sığmayan dar ağızlım. Yəni kiminsə ağzını çox kiçildir. Deməli litotadan istifadə etmiş olur. Başa düşdünüz? Mən bir dənə bu sonuncu cümləni başa düşmədim. Orada əslində litota kiçilmə deyib düzdür. Bəli. Amma ağzının həddindən artıq kiçilməsi o bir növ mübaliğədir. Yəni şişirdərək kiçildir də bunu. Xeyr, kiçil. Bax gör nə deyirsiz? Şişirdərək, baxın, şişirdərək kiçildir. Şişirdərək böyütmür ki. Aydındır. Məsələn, deyirəm ki, onun dodağı bir dağ idi, qarşımda dayanmışdı. Burada sizin dediyiniz mübaliğədir. Çünki bir varlığı böyütmüşəm. Amma deyirəm ki, qoşa badam sığmayan dar ağızlım artıq orada hesab olunacaq litota. Çünki kiçildir. Aydındır. İnversiya haqqında danışaq. Bu da sonuncu bədii ifadə vasitəmizdir. İnversiya. Ən çətinlik çəkdiyim mövzu, daha doğrusu hissəsi budur bir dənə. Bunların içində hamısını başa düşmüşəm. Bu inversiyanı çox vaxt bunu da başa düşürəm müəllim. Sadəcə qarışdırıram birdən tapamıram. Ən asandır inversiyadır müəllim. Heç nə ehtiyac yoxdur. Digərlərini bir-birinə qarışdırırlar bəzən müdavimlər. Hətta bədii ifadə vasitələri ilə bəzən birini qarışdırır. Məsələn, mübaliğəni götürüb təşbehlə qarışdırırlar. Deyirlər ki, müəllim ikisi də böyüdür də, ikisi də bir şeyi olduğuna qüvvətli bir şeyə bənzədir. Sadəcə birində bənzətmədir, birində şişirtmədir. İnversiyada isə heç nə. Yer dəyişmə deməkdir. Mənası nədir? Yer dəyişmə. Məsələn, belə bir cümlə yazıram. Yığdım bu dünyanın nazın neymətini. Əlini aşırdım, yüzə nə qaldı? Yığdım bu dünyanın nazın neymətini. Burada əslində cümlə necə olmalıdır? Bu dünyanın nazın neymətini yığdım. Cümlə bu formada olmalıdır. Amma bu cümlədə inversiya hadisəsi baş verdiyi üçün hardan bilərik inversiya hadisəsi? Çünki cümləmin xəbəri axırda gəlməkdən gəlib əvvəldə. İnversiya hadisəsi baş verib. İnversiya nədir? Yer dəyişmə deməkdir. Bir sözün olduğu vəziyyətdəki yerini dəyişib başqa bir yerə gətirmişəm. Deməli, inversiya var cümlədə. Və yaxud da Müəllim, ədəbiyyatda əsasən xəbərlə deyək ki, mübtəda arasında olur da inversiya, amma Azərbaycan dilində əsasən elə olur. ancaq şeydə nədir? Azərbaycan dilində təbii ki, inversiya fərqli olur da. Yəni deyək ki, ardıcıllıq pozulanda deyək ki, cümlə üzvlərinə tər gəlir. Mübtəda xəbər, təyin tamamlıq,
Dəflik. E, Aynen. səhv getmi. Xəbər axırdadır, mübtəda əvvəldədir. Təyin olunandan əvvəldir, xəbərin yanında tamamlıq gəlir. Bunlar şərti məlumatlardır. Siz məhdudlaşdırmayın ki, ancaq xəbərdə ola bilər. Məsələn, mənim yazdığım indiki nümunə. Deyirəm ki, nə günahım var mənim dünyada? Cümlə necə olmalıdır? Mənim nə günahım var dünyada? Və yaxud da mənim dünyada nə günahım var? Mənim Bəli. dünyada nə günahım var? Bu cümlədə gördüyünüz kimi bütün sözlər yerini dəyişir. Deməli, cümlədə inversiya var. Köklü surətdə yer dəyişmə hadisəsi baş verir. Başa düşdünüz? Və yaxud da deyirəm ki, hər yan böyle buradakı testdəki nümunəni işlədim. Deyirəm ki, hər yan qamışlığa döndü nizədən, od rəngində gördüm bayraqları mən. Od rəngində gördüm bayraqları mən. Mən, əslində olmalıdır cümlə belə. Mən bayraqları od rəngində gördüm. Deməli, cümlədə inversiya var. Və yaxud da əvvəlki nümunə deyir ki, hər yan qamışlığa döndü nizədən. Əslində cümlə belə olmalıdır. Hər yan nizədən qamışlığa döndü. Hadisə cümlədə yer dəyişmə hadisəsi var. Deməli, inversiyadan istifadə olunur. İnversiya ancaq şeirlərdə olmur. Cümlələrdə də olur. Adi fikirlərdə də, cümlələrdə də ifadə oluna bilər. Bəli. Nə deyirsən sən mənə bu gün? Nə deyibsən mənə bu gün? Belə bir cümlə işlədirəm. Əslində, bu adi şifahi cümlədir. Şifahi nitqdə olan bir cümlədir. Amma inversiyadan istifadə edirəm. Nə deyibsən mənə bu gün? Əslində cümlə belə olmalıdır. Mənə bu gün nə deyibsən? Deməli, inversiya var bu cümlədə. İstənilən bədii ifadə vasitələri həm şifahi nitqdə, həm də yazılı nitqdə istifadə oluna bilər. Məhdudlaşdırmaq olmaz. Aydın oldu? Aydın. Bəli, mənim tam aydın. Əla. Təşəkkür. Teşekkürler.